بسم الله الرحمن الرحيم. بسم الله الرحمن الرحيم. ونفخ في الصور فصعق من في السماوات ومن في الأرض إلا من شاء الله، ثم نفخ فيه أخرى فإذا هم قيام ينظرون. وأشرقت الأرض بنور ربها ووضع الكتاب وجيء بالنبيين والشهداء وقضي بينهم بالحق وهم لا يظلمون. ووفيت كل نفس ما عملت وهو أعلم بما يفعلون. وسيق الذين كفروا إلى جهنم زمرا حتى إذا جاءوها فتحت أبوابها وقال لهم خزنتها ألم يأتكم رسل منكم يتلون عليكم آيات ربكم وينذرونكم لقاء يومكم هذا؟ قالوا بلى ولكن حقت كلمة العذاب على الكافرين. قيل ادخلوا أبواب جهنم خالدين فيها فبئس مثوى المتكبرين. وسيق الذين اتقوا ربهم إلى الجنة زمرا حتى إذا جاءوها وفتحت أبوابها وقال لهم خزنتها سلام عليكم طبتم فادخلوها خالدين. وقالوا الحمد لله الذي صدقنا وعده وأورثنا الأرض نتبوأ من الجنة حيث نشاء فنعم أجر العاملين. وترى الملائكة حافين من حول العرش يسبحون بحمد ربهم وقضي بينهم بالحق وقيل الحمد لله رب العالمين. صدق الله العلي العظيم. شکر الله خالقه که کرب و بلا ظاهره. شکر الله خالقه که کرب و بلا ظاهره. من حسین نوکرن من حسین نوکرن بگو
بگو شکر الله خالقه که کرب و بلا زائره من حسین نوکرین من حسین یا حسین بین ملت لاله و ماشاءالله مکتب و نهضت و آمال و ماشاءالله کربلا در گزل اقبال و ماشاءالله ام و اب بنت و اخ و آل و ماشاءالله شکر الله خالقه که کرب و بلا. بسم الله الرحمن الرحیم الحمد لله رب العالمین اللهم صل علی محمد و آل محمد و عجل فرجه. Allah'tan istiyor ki bizleri İmam Hüseynin əzadarlarından inşallah müqərrar eləyə, tövfiq verə, belə fürsətdə eləyə bilək, artıq tanıyaq, artıq yoxunlaşaq İmam Hüseynin şəxsiyyəti ilə, sözü ilə, əməli ilə artıq tanış olaq inşallah. Və bir nümunə kimin eləyə bilək, öz yaşayışımızda da onu həyata keçirdək və özümüzə belə bir hissi در واقع yaransın ki biz də istiyor ki İmam Hüseynin yolunda olaq və onun məsirində və onun hərəkətinin davamında biz də hərəkət eləyək onun arxası ilə bir imam kimin o qabaqda biz də onun arxasında. Allah'tan istiyor bu fürsətdən bizə belə bir tövfiq versin ki artıq tanış olaq və artıq özümüzü yoxunladaq imamın məhzərinə. Keçən söhbətimdə ərz elədim İmam Hüseyin əleyhissalatu vəssalam bir imam kimin niyə mən qəbul eləməyəm Yazidin, beyətin müxtəlif söhbətlərində imam buna işarə eləyir. Əsl qəziyyə və məsələ imamət məsələsidir. Niyə? Əgər mən qəbul eləyəm, ondan beyət eləyəm, yəni onu imam kimin, yəni ictimanın, ümmət İslamının rəhbəri kimin gərək qəbul eləyəm, o nə dedi, o deyən olsun. Vəli xub belə bir insanda heç bir səlahiyyət yoxdur. Yazid kimin insanda ki gələ və bu məqamda ola. Və mən əgər qəbul eləməyəm, onun səbəbi ayrı bir şeydir. Çünki əgər istəyəm bunu qəbul eləyəm, onda da heç kəsin qarşısında eləyəm, başımı qaldıram. Peyğəmbərin, salihlərin, ovliyalərin, Hüseyin kimin bir şəxs gələ, Yazid kimin bir şəxsi qarşısında xuzu eləyə, əylə, boyun əyə ondan. Beyət ilə təslim ol ona, belə bir şey heç yaraşmaz bizə. Niyə? Çünki Yazid bu şəxsiyyətdir ki, hamı tanıyır bunun fısqin, fucurun və pis olan der vaqi və kiçik olan şəxsiyyətin. Belə insanlara, böyük insanlar baş əysələr, özlərin yox, bəlkə həqiqəti elə bil qurbani eləyirlər. Özlərin yox, İslami elə bil fəda eləyirlər. Zə dedi, ələl-İslam əssalam. Onda gərək İslam'a və kulli dinə, haqqa, həqiqətə gərək biz bir salam verək. Yəni, xudahafizci eləyək ki, dahi ondan bir xəbəri qalmayacaq. Tərəz, imam özü bu barədə işarə eləyəndə bu ibarətlə deyir ki, mən niyə beyət eləməyəm? Çünki imam gərək bu xüsusiyyətləri olsun. Keçən söhbətimdə çatdım, bura ərz edim, bunun barəsində bir miqdar izah eləyəcəyəm, mənzur nədir? Həzrət buyurur, məl imam illəl amilu bil kitab. İmam deyir, məgər, yəni ancaq o imam ola bilər, ümmət İslamiyyə düzgün və həqiqətdə ki, amili bil kitab ola. Pəs birinci, gərək Qur'ana amil ola. Təbiətən bir istəyir Qur'ana amil ola, onda gərək Qur'anı tanısın, Qur'anı bilsin. Rıza Həzrət başqa yerdə deyəndə bilirsiniz, biz o evdənik ki, məhbət vəhiydi. Mələklərin gəlib gedən yeriydi. Peyğəmbərin yaşadığı yerdə, olduğu yerdə, vəhyi aldığı yerdə biz böyümüşük. Yəni, hər bir şey ki, Peyğəmbərə nazil olubdi, biz Əhl-i Beytin evində, yerində, orada nazil olubdi.
Rıza İmam Hüseyin Aleyhisselatü Vesselam belə deyir ki, kitab ilə, vasitə ilə tanış olursun. Yox. Çoxlu ayələr, çoxlu Qur'anın ayələri o zamanda nazil olubdur ki, Peyğəmbər İslam öz əhl-i beyti iləndir, onların içindədir. Bunlar şahid olublar, yaşayıblar der vaxtı bu həqiqətinə. İndi sən bunu hesab elə başqalarla ki, belə bir əslən şəraitin heç xəbərləri yoxdur. Rıza baxanda vaxtı İmam Hüseyin Aleyhisselatü Vesselam işarə eli, niyə mən istəməyəm beyətə şeyləyəm Mədinənin valisinə. Orada bir ibarət gətirir, xitab eli əmiri və vali Mədiniyə de, əyyəl əmir, inna əhl-i beyt-i nübuvvə. Biz əhl-i beyt-i nübuvvətük, Peyğəmbərin evində biz böyümüşük. Yəni biz biliyoruz Qur'an nədir. Və mə'din-i risalə. Biz mə'din-i risalətük, yəni risalətin çanı, mə'dəni در واقع bizdədir. Peyğəmbər və onun əhl-i beyti mədən rəzalətdilər. Onlar bilirlər Allahın sözü nədir. Və müxtəliful mələikə, mələikənin gəlib gedən yeri olubdur biz olduğumuz yer. Və məhbitur rəhmə, Allahın rəhməti ki, ən böyük rəhməti Allahın vücudu mübarək Peyğəmbər və şəriət İslam və Qur'andır, bu bizdə در واقع mühəqqəq olubdur. Bundan istəyim bunu deyə ki, bir adam ki, əslən belə şeylərin heç bir münasibəti olmayıbdır. Heç bir xəbəri yoxdur ki, nəmə nədir, kitab nədir, sünnət Peyğəmbər nədir. Heç yaşamayıbdır belə bir həqiqətlərlə. Valla bundan belə ki, baxsın görərsən, atası, babası kimlər olublar? Peyğəmbərin ən düşmənləri olublar. Əmisi, o birisi, dayısı, nəyi, bunlar hamısı Muaviyənin müharibədə Mola Müttəqiyanın əli ilə dərəcə nasil olublar, cəhənnəmə vasil olublar. Belə bir insanlar indi bu günlər gəlib. İmam burada çox gözəl ibarətlə deyir ki, məl imam illəl amilu bil kitab. Amili bil kitab gərək kitabı əvvələn tanısın ki, əməl eləsin. İstəyim bunu deyək ki, heç bu şəxs kitabı bilməyin əmələdir. Yəni Qur'anla əslən ünsü yoxdur, Qur'andan xəbəri yoxdur. Valla çə rəsəd bu ki, deyəsən təvəqqün olar ki, intizarın olar ki, bu gəlsin, əməl eləsin bu kitabə. Belə bir şəxs. İmam gərək ki, amil bil kitab ola. Yəni kitabın, Qur'anın mücəssəməsi ola. Deyəndə Qur'an, hər bir şey imamda var, Qur'anı insana ürgədə. Onun danışığı, baxışığı, deməyi, oturmağı, durmağı, ictimai münasibətləri, hər bir şey gərək Qur'anın təcəllisi ola, Qur'anın dediyi onda mütəcəlli olur. Gərək amil bil kitab ola. Tamam sahələrdir. Əgər yox, heç Quranla ünsü yoxdur. Ona nə cür əməl eləyəcək? Rıza sən baxsın, tamam bizim böyük alimlərimiz, böyük tarixdə əzəmətli şəxsiyyətlər ki, İmam Hüseyin kimi bunlar hərəkət eləyiblər və o yolu davam ediblər və şəhadətə çatıblar. Allah rəhmət eləsin. Mərhum Əllamə Əmini Təbrizi ki, əsli əlbəttə Sarabdandır. Təbrizi mərufdur. Bu böyük şəxsiyyətlərdən, əzəmətli bir insanlardan Kitab-ı Əl-Qədir ki, hikayət hədis Qədirin müfəssəl barəsində yazıbdır. Həqiqətən bir dairətül marif, bir gəncinə, bir zəxirə, elmi bir zəxirədir. Ancaq bəhs Qədirdir. İllər ömrün qoyubdur, illər zəhmət çəkibdir. Bütün dünyada gəzibdir, dolanıbdır. Hər bir yerdəki bir sənədi, bir mötəbər bir şey tapdı, gedib, özün çatdırıb ondan istifadə. O zamandakı, indiki kimi internet, belə şeylər yox idi ki. Həqiqətən ömrün qoyubdur və kitabı yazıbdır. Bu şəxsiyyət, bu böyük bir insan, bir kitabı da vardı, adını qoyubdur Şuhadaul Fəzilə. Fəzilət yolunda şəhid olan insanlar, fəzilətli insanlar ki, şəhadətə çatıblar. Bu
hikayət eləyib, böyük alimlər, əzəmətli bizim füqahamız ki, şəhadətə çatıblar. Bir-bir onları adaparı, onların yaşayışında nə ediblər, nə ayırıblar. Qarazın budur ki, baxsan sən bu şühədai fəzilətə, Allah yolunda şəhid olan böyük alimlərə, bunların hamısı birinci Qur'ana amil idilər. İstəyən bunu deyəm, nə fəqət imam, bəlkə imamın arxasında gedən insanlar ki, imamın istə yolun geçsinlər, gərək tanış olsunlar Qur'anla. Qur'an əsasında yaşayışların tənzimat eləsinlər. Bu insanlar hamısı, baxsız görərsiniz, böyük müştəhidlər, böyük Qur'an başa düşən, Qur'ana əməl edən insanlardılar. Qarazım budur, əl-amilu bil-kitab, bu bir dənə mühüm şərtidir. Yəni, əgər biri isə bu günləri həqiqətən İslam aləmində İmam Hüseyin getdiyi yolu, o məsirdə və o yolda, o qoyduğu yerə ayağın qoyub və qədəmin qoyan yerə, qədəmin qoya və o yolda hərəkət eləyə, birinci təbiətən kitabla mənuz olsun. İndi sən baxsın, görərsən, bizim böyüklərimiz İmam Xümeyni kimi bir şəxsiyyət, müsəllətdir Qur'ana, bir böyük bir müfəssirdir, ilahi در واقع nəfəsi ilə, xud məqam müəzzəmə rəhbəri, baxsız görərsiniz ki, nə indi, çox bunun inqilabdan qabaq ağanın təfsirləri həqiqətən istifadə eləməli, bir böyük bir müfəssirdir ağa, yəni Qur'anı başa düşən bir şəxsidir və Qur'ana amil olan bir şəxsidir, mənus olan bir şəxsidir. Pəs birinci budur ki, gərək imam amili bil kitab ola, yəni kitab Qur'anı gərək tamamı vücudu ilə gərək dərk eləyə, tamamı varlığı ilə Qur'anı gərək başa düşüb və ona tam və hər sahədə əməl eləyən bir şəxs ola. Xub, hala kitabı bilib və ona əməl eləsə, bu kifayət elər ancaq yox. Çünki bəzi yerlər vardır ki, sən gərək özün bir qərara çatasan. Niyə? Çünki imamsən. İmam özü gərək bəzi yerdə qərara çatsın. Necə ki, Peyğəmbər buyurur, ayə buyurur Peyğəmbərə, onun mövqeyi nədir? Ətiyullah və ətiyur Rasul. Allahdan itaat eləyin ki, kitabda gəlibdir, nə mənələr? Və ətiyur Rasul və Peyğəmbər dediyinə də gərək baxasınız. Pəs Peyğəmbər özü imam kimin gərək bir qərarlara çatsın, gərək bir yerlərdə təsmim tutsun, bir yerdə gərək özü bir nəticəyə yetişsin və o nəticənin əsasında bir yolu intixab eləsin, seçsin, ya bir şeyi qoysun qırağa, bir işi görsün ya görməsin. O təbiətən imamət şənidir. Niyə istəyir fərman versin, istəyir dəstur versin, istəyir yol göstərsin ictimaya. Bu gərək bir qərar çatsın. Xob, belə bir qərarlarda ki, imam gərək çatsın və bütün ictimani onunla tədbir eləsin, o qərarlar da deyəcərək qistinən və ədllə olar. Zabure vəl-qaimu bil-qist. Tamam işləri, tamam hərəkətləri, tamam sözləri, tamam qərarları, təsmimləri, fərmanları əsası gərək qistinən və ədllə olsun. Yəni gərək adil bir insan olsun. Bundan belə ki, kitabı bilək və onun əsasında əməl elək, o yerdə ki, gərək özü bir qərara çatsın, o yerdə ki, özü bir fərman versin, özü tədbir eləsin işləri, ictimai məsələlərdə, siyasi məsələlərdə, sabahları müharibə məsələsində və o birisi işlərdə gərək bu qaimi bil-qist olsun. Yəni, ədalətlə hökm eləsin, ədalətlə dolansın, ədalətlə qərara çatsın, ədalətsizlik ki, onun heç bir şeyində gərək olmasın. Bu da bir başqa bir məqamdır. Və böyük bir şərtidir imamətdə. İmam gərək adil olsun. Liza imam-ı adil deyilik. Niyə? Çün ədalət, qist, ki, ədalətin o birisi deməkdir elə, o mənadadır. Qist və ədl bir əsas bir şeydir, düzgün və ilahi imamın şənində. O yerlərdədir ki, imam özü, öz baxışı ilə, öz bizim gələn təciyə təhlili ilə, analizi ilə gələk bir qərara çatsın. Və o qərarı
bütün ictimaya elan eləsin, bir yol müəyyən eləsin, ya bir işdən qırağa çəksin bir ictimani, mən eləsin, desin belə bir şey olmayacaq, olacaq ya olmayacaq. Burada gərək ədllə bu işi görə, ədalətlə bu işi görə. Yəni orada gər hava, həvəs qarışmıyor, şəxsi mənfəətlər qarışmıyor. İndi baxın görün dünyada nə keçir? Baxın elə öz dünyada böyük rahat ittifaqlaşmaq üçün. Ədalətdən, insaniyyətdən heç bir şey xəbər yoxdur. Kökü baxaysan görəysən ki, söz budur ki, ağa biz biləxara belə büyür. Xoşumuz gəlir, belə olsun. Bizim mənfəətimiz bundadır. Bundan istiyor bizim də gələn bizə faydası vardır. Adamlar nə olur, başına nə oyun gəlir, gəlsin. Heç bizə mühüm deyil. Minlərlə, yüz minlərlə adamlar, məzlumlar aradan geçir. Heç vecinə deyir. Niyə? Deyib, mən öz mənafiyimin arxasındayım. Mən öz nəfimi axtarıyam. Baxın, dünyada bugünləri belə bir cərəyan hakimdir. Öz nəfin, öz məqamın, öz mövqeyyətin, öz adamların. Başqa yerdə hər bir şey olsun, başqalar ayaqlansınlar, olsun. Onun üç vecində deyir. Belənsi insanlar heç vaxt eləyənməzlər ümmət İslami imam olsunlar. Ki ədaləti heç tanımayırlar. Şəxsi mənfəətləri müqəddəm eləyirlər. Ümumiyyətdə ictimanın mənfəəti. Bunlarla olmaz. Həzrət Buyuruyor vəl-qaimu bil-qist. Gərək ədalətlə hər bir dolanışıqda ədalət zuhur tapa, buruz tapa, görünə. Ki bu adil bir insandır. Niyə bunları İmam Əliyə aşıqdır bütün dünya? Niyə? Çünki İmam Əli savtul ədalətil insaniyyədir. Bəşəriyyətdə, insaniyyətdə ədalət nə mənə ola bilər? Əlidə görünür. Liza Əli olay bir dənə böyük bir şəxsiyyət. Ki mümkündür bir nəfər baxa tarix boyu. O adamlar ki gəlib hakimiyyətdə olublar, hökumətdə olublar. Əli kimin bir şəxs, bu ədalətdə bir insan belə bir şey görünməyib. Bu ədalət imamın şənindədir. İmam gərək adil ola, qaimi bil-qist ola. Heç bir şəxsi mənfəətinə görə heç vaxt ümmətin, məsləhətin şeylər. Əslən ki, özün görməyək. Hala yetişəcəyik, habisu nəfsi. Əslən ki, özün görməyək imam. Qaimi bil-qist gərək ola və dainu bedinil haqq. Dini haqqla mütədəyyin ola. Yəni tamamı usul, tamam o əsaslar ki din qoyubdur, onun əsasında hər bir şeyin tənzim edir. Nə batil əsaslarla. İndi var da, deyirlər ağa, sən məqsədə çatmağa hər vəsilədən, hər səbəbdən istifadə eləsin, eləyibsən. Əgər məqsədin düz olsa, elə bu nə yolundan çat etsən, yol mühümdür. Ancaq çat ona. Bunu əbədən İslam qəbul eləmir. Əbədən bir dini imam-ı bərhaq heç vaxt bu işi görməz. Hər yolundan çatmaq mümkündür, məqsəd həqdir. Vəli hər yolundan çatmaq belə bir şey yoxdur. Batil əsaslarından biz haqqı eləyənlər dirçəldək, dikəldək. Batil əsasların üstündə haq din durmaz. Əgər istəy haq qalxa, əgər istəy haq qala, dayana, gərək əsası da gərək haqq ola. O da bunu əbədən biz qəbul eləmiyoruz. Bu bir şeytani bir və batil bir cərəyandır. Ki, ağa, sən əgər məqsədin düzdür, hala yox, nəzir olar mühümdür, ancaq çat ora. İşin düz olsa, bəlkə sən işin düz olsun, məqsədin gərək düzgün olsun. Vəli düzgün yoldan gərək gedəsən onu. Batil, zülm yolu ilə biz eləyənmər haqqı iqamə eləyək. O da gərək yol düzgün olsun. Dainu bedinil haqq. İmam odur ki, dini haqqı ilə
haq yolu ilə bütün işlərini tənzim eləyir. Batil yollarından vəl o haq bir istəyə yetişməyə gərək istifadə eləmir. Haq yolunda yolla gərək haqq ola. Batil məsir ilə haqqa çatmaq belə bir şey yoxdur. Batilin sütuni, batilin kökü və əsası eləyənməz, haqqın kökü batil əsasın üstündə durar. Bu olan bir şey deyil. Zəbur dainu bidin haqq vəl habisu nəfsə və la zatillah. Və axır sözdə budur ki, özün Allahın dərvağı zatında məhv gərək görsün. Özünə heç bir şey qail olmasın. Ancaq Allahın istəkləri. Ancaq Allah dediyi söz. Ancaq Allah düzgün bilən iş. Dediyi haqq ona görə tabi ola. Öz içində həva və həvəsinə dolanmaya, qərara heç vaxt çatmaya. Belə bir şəxs gərək ki, imam olsun. Allah'tan istiyor ki, tevfik verə, İmam Hüseyni artıq tanıyaq və onun yolun düzgün başa düşüb inşallah biz də o məsirdə hərəkət eləyib və bu dünyada, o dünyada ayrı düşməyək. Allah bizlər inşallah şühəda məsirində, şühəda yolunda qərar versin və tevfik və fəziləti bu yolda olmağı və fəziləti şəhadət ya məqam-ı şəhadəti inşallah bizlərə məhəbbət eləsin. Allahümme salli ala Muhammedin ve ala Muhammed ve selamu aleyküm ve rahmetullah ve berekatuhu. Uzaktan bir selamim var, perişan o gireftarım. Acep Ali meramim var, Müslümani elem darım. Benim nezrim var ey Mola, sana bir gün olam kurban. Kalem kollar ve ağay, atam kurban, anam kurban. Kad qameti kerb و bela, alem sana başın eğer. Ey gözleri eşq sen, gözlerin dünyaya değer. Diğer Mecnun, diğer Agil, güzel yani Ebu Fazil. Diğer Mecnun, diğer Agil, güzel yani Ebu Fazil. Benim bana buland eşkim, sana dünya gerin olmaz. Bütün alem güzellikte. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ya Kelim dadime eyemu can, yıkıp qasimi qamidvan. Başım üstte saye salan yok, gelindi yetiş dadelan. Kitabım cehali alıp din, beni derde düşmen salıp din. Başım üstte gelsen görersen ki ellerde başım kalıbdi. Sana men fedayem, gül mujtebayem, که سرباز
عشقم غم مبتلایم عمو جان عمو جان عمو جان عمو جان Gel şahların başda tacın Esir kemendi belaya Özün şahit olsan Emu can Emu men sana müptelayım Ali Ekber'in doğranıp din gerekti eda değilim olsun Anası yanır dilden ağlar Anam da gerek derde düşsün Seni Fatıma gel Emu can Yürek kan olup değil Bu çoklu yaramamdan Göze kan dolu değil Emu can Emu can Emu can Emu can Bir gece inşallah Altıncı gece Mâh-ı Muharrem'den Yürekler İmam Hasan'ı karar verer Allah yalan Beğiden haber var İmam Hasan'ın o topraklı kabrinin kenarında ne alem var Bütün şiyeler mevakiblerden Mesacitlerde İmam Hüseyin'e ezan tuturlar Ama İmam Hasan ağa garip olup Beğide Ama ile buradan yürekleri bir kuşak ağam Kasım ibn Hasan'ı yad eleyek Abdullah ibn Hasan'ı yad eleyek Bana ne hala kaldı ya Hüccetellah Ya sahib zaman Beni affeyle gilen Ya Zehra Ne diyeyim ben neler oldu balım Acan saldılar attan O yorgun bedenin Arabi köyne oldu kebenin O kadar kuvvetli vurdu yara peykerine Okşadı cismi Hüseyin'in ebaya bükülen ekberine Allahu Ekber bala düştü yere baş yaram El yara sine yara Sahaya amma feryat eledi dad eledi emu gelim dadime sesledi emu Kana boyandı peykerim Gel emu tez gel Yolda kalıptı gözlerim Gel emu tez gel İşkinde men kana batıp nocavan önlem
Sındığıma tek şehberim gelemu tez gel. Bilmeyem imam ne haline geldi balanın balinine. Allah gördü balanın sinesinin sümükleri de sınıp, atların sırnağı balanı bir hale sanıp, balanın dili gelmedi danışa. Dedi oğul gördüm sinenizden, gördüm sinenizden, yaralar kokebe benzer. At tırnağının şekli hilali şebe benzer. Lay lay balam yaralı balam 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 ya Abdullah iki yerde imam öz sinesini öz yüreğin dayıp iki yüreğe vesiliyem. Onlardan biri nenesi Fatime'nin cenazesimden gidende İmam bile yüreğini bir dayadı nenenin yüreğine. Ay nene benle bir danışandan yola düz ya Zehra. Bir de Kerbela'da Kasım'ı bilmeyem ne hale gördü. Fevada sadri ala sadri. Allahu Ekber. Sineni dayadı o sınan sineye. Balanı bastı bağrına. Ağlama bala. Oğlum 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 oğlum. Ey cevalim zahmidarim aç gözün lay lay balam. Muştebaden yadigarim aç gözün lay lay balam. Gözlerim nuri hasen kardeşimin aynesi yok dizimde ihtiyarim gelmişem aç gözlerim. Oğul dur git ayak bir kez anam ağlır yolun gözlür balama. Heymeden var intizarim aç gözün lay lay bala. Heymede var intizarim aç gözün lay lay. Ay izledim Lilya dilberin şagi zaman. Buradayız istiyorum senden ağa yebnel gazel. Nice hale kalar koşunlara elde ölen. Sürüneydim, sürüneydi ayağı yerde uzanmıştı. Beden yana yana ağladı bu can. Diyorum ya benden razı oldum ya yok. Ağa buyurduğun Allah senden razı olsun. Nenem Fatime senden razı olsun. Oğul geldim o yar şehzade Kasım. Beni tek koyma bu sehradan Kasım. Eleyke ya
Ya garib Ya Hasan-ül Mujteba. Salam ola xərabədə yetim qalan uşaqlara. Atam, anam fəda ola tikan batan ayaqlara. Bulaqlar ağlayır bugün susuz yanan dodaqlara. Əlimdə su, gözümdə yaş, əzaya gəlmiş Hüseyin.